Recording başladı. Deməli, bugün massivlər dərsinin ilk 2 dərsinin suallarına baxacağıq. A sualından başlayaq. Sualların Azərbaycan dilində əlavə eləmişəm. Tamam. Qısacası deyir ki, bir N dənə otaq var. N-ci otaqda indi P nəfər yaşayır və otağın içində Q nəfər qala bilər. 2 nəfər də qala bilərmi otağın içində əlavə olaraq? Sadəcə onu tapmalıyıq. Bizə onda sadəcə lazımdır ki, QI, yəni otağın tutumu çıxılsın P-yi 2-dən böyük bərabər olsun ki, bu 2 dənə qaqaşda otağın içinə qoya bilək. Nəsə sual var ideya ilə əlaqəli? Yəni cavab verməyə? Yox, sual var, yəni bu həllə əlaqəli. Niyə orada çıxdı? Bir də deyə bilərsiniz istədiyinizi. Tamam. Bir də deyə bilərsən. Otaqda QI nəfər qala bilər. Bu QI nədir? Elə ki, Q massividir. Q massivinin i-ci elementini göstərir bu. Və otaqda QI nəfər qala bilər. Və indi PI nəfər qalır burada. Və istəyirik ki, biz otaqda qalanlarda əlavə oraya 2 nəfər də qoyaq. Jordan Alexi. Onda biz QI-dən P-ni çıxsaq və bu 2-dən böyük bərabər olsa, deməli hələ 2-dən daha çox yer boşdur və bu 2 qaqaşı qoya bilərik ora. Aydındır. Bunu heç massiv olmadan da eləmək olar. Birinci el eləyək, sonra massivini eləyək. Deməli. Bir dənə cavab götürürəm. Deməli, A ilə B-ni daxil edirəm. P-nin Q deyək. Əgər otağın tutumu çıxılsın, indi otaqda qalanlar 2-dən böyük bərabərdirsə, deməli bu 2 qaqaşı qoya bilərik otağa. Onda cavab plus. Axırda sadəcə siyah cavab. Başa düşdünüz? Bəli. Tamam, can yoxlayaq. Bu yəqin ki, düz olacaq, ona görə atmıram bir də. Gəlin massivlə yazaq. Bir dənə də nə edirəm massiv yazanda? Götürürəm P massivi götürürəm. Bir də Q massivi götürürəm. Mən birdən indeks yazam. Siz istəsəz 0-dan indeks yaza bilərsiniz. Yəni mən 1 və n daxil olmaqla indeks yazam. İstəsəz 0-dan n çıx 1-ə qədər indeks yaza bilərsiniz. Sin P-i Q-i. Sonra deyirəm ki, yeni şey edirəm. Burada edirəm prosta. Əgər Q-i çıxılsın, P-i böyük bərabərdirsə 2, cavab plus. Belə. Buradan sualınız var. Xeyr. Bura nəsə yazanda sual falan. Əgər bir 5-10 dəqiqə görməsəm sualı deyərsiniz, yəni chatə də ola bilər mənə səs gəlməsin. Tamam, onda ataq görək getsin bu həll.
Belə. Gəlin B sualına baxaq. Bunun Azərbaycanlısı var. Deyək ki, masada n dənə daş var. Onların hər biri qırmızı, yaşıl və mavi rəngdədir. Cərgədə yanaşı duran istənilən iki daşın rəngi fərqli olsun deyə masadan götürülməli olan minimum daş sayını tapın. Arada başqa daş olmadıqda cərgədəki daşlar yanaşı hesab olunur. Yəni nə deyir? Məsələn, bu daşlar deyək daşlarımız bunlardır. Qonşu olanlar bunlar var. Bunlar var, düzdür. Erir ikisi də eyni rəngdə deyə. Biz gərək bu erlərdən birini silə getsin. Çünki eyni olmağını istəmirik heç bir qonşunun. Sualın özünlə əlaqəli, şərtinə əlaqəli sualınız var. Xeyr. Aha. Gəlin sizdən biri izah eləsin. Kim izah eləmək istəyir? Çoxunuz yazmışsınız. Sən izah eləmək istəyirsən, Fatimə? Mən deyirsiniz. Aha. Mən kodu açam. Onu açam. Kod yox, sadəcə ideyanı denən bəs edir. Kodu mən açıram, sən kodu. Ekrandan bax. Çünki mən özüm də yanımda deyil. Demək biz indeksdən inik. B sualı. Deməli, bizə deyir ki, deməli bizdə I stone rəddirsə, qırmızısa biz Q yazırıq. Yaşıldırsa B verir. Necə? Siz mənə şərt istəyirsiniz, yoxsa kodu özü? Yox, ideyanı izah elə, həll ideyabı. Həllivin ideyasını. İdeyası bizdə birdən ənə kimi yazırıq. Yanında deyil, valla. Tamam. Cəlal demək istəyirsən, buradasan? Bəli. İdeyanı demək istəyirsən? Hansı tapışıq? B. B sual. Aha. Müəllim, B'dən bir dəyişən götürməliyik. Aha. Dəqiqə. B'də bir də mənim dəyişən götürməliyik. 1 ilə 50 arasında. Və bir dənə də string götürməliyik. Kodu oxumağa ehtiyac yoxdur, sadəcə ideyavı denən bəs eləyir. Yəni cavab nəyə bərabər oldu? Cavab nəyə bərabər oldu? Yəni nə mənada? Bax, bizdən deyir ki, cavab deyir ki, minimum neçə daş götürməliyik ki, qonşuların eyni rəng olmasın. Sən bu cavabı necə tapırsan? Hə, deyə bilərsən, Əhməd. Elə belə müəllim götürdüm
0-cı indeksdən n-ə kimi bütün stringi gəzdim. Aha. Baxdım ki, yan-yana duran elementlər eynidirsə, sahib bas. Sonra çıxışa verir. Yəni yan-yana dayanan elementlərin sayı da eyni olan elementlərin sayı. Ha? Bəli. Aha. Kimsə yenə əl qaldırmışdı. İstəyir o da deyə bilər. Bəlkə fərqli ideyası var. Oktay idi deyəsən. Məndə də eyni bir şeydir. Yəni yanına duran daşların rəngləri eynidirsə, SI də SI plus 1 kimi götürülür. Ha, tamam. Onda yəqin ki, hamı eyni formada yazıb yazanlar. Deməli, bu formada götürürüz hər şeyi. İndi nə edirsiniz? Gedirsiniz, stringi gəzirsiniz. Nə qədər? i++. String. Bu halda necə düzülür? 0-dan n çıx 1-ə kimi. 0-dan n çıx 1-ə kimi düzülürsə, biz birinci indeksdən başlayarıq və indiki ilə əvvəlkini yoxlayarıq. SI çıx 1-lə S-ni yoxlayarıq ki, bərabərdirsə, cavab ++ eləyək. Onda nə olur cavabımız? Cavabımız bərabər olur. Qonşu elementlər haradakı bərabərdir, onların sayı. Misal üçün, burada birinci ilə ikinci. Burada birinci ilə ikinci, ikinci ilə üçüncü, üçüncü ilə dördüncü. Belə. Başa düşdünüz? Bəli. Bunun belə olmağının səbəbi indi izah edəcəm. Bir dənə kodu başa düşürsünüz ya yox? Onda gəlin niyə belədir izah edeyim. Mən bunu izah eləmişdim elə bir. Eləmişəm. Yoxsa yox. Bu suala elə bir ki, baxmışıq. Ha? Yox, məndə. Baxmamışıq. Hə, heç sonunda yəqin ki, başqa yerdə izah deməli, belə fikirləşin də. Yan-yana gələn rənglər biraz götürək. R, B. Nəysə, belə bir şey olsun da. İndi baxın, əgər biz qonşuları silə-silə gedəcəksə, onda ən yaxşı variant olaraq bunu qruplar halına bölək. Bu birinci qrup, bu ikinci qrup, üçüncü qrup, dördüncü qrup. Neynədim? Eyni rəngdə qonşu olanları böldüm qruplara və deyirəm ki, mən hər qrupdan bir dənə çıxartsam, mənə lazım olan massivi alıram. Tutdunuz? Yəni, bu qrupun rəngi R-dır, reddir də deyək. Bu B-dir, bu C-dir, bu da B-dir da. Mən hər qrupdan qrupun rənginə aid birini çıxartsam bəs eləyir. Yəni, daha çoxunu çıxardamıram. Amma birdən az da çıxartmam sərf eləmir. Çünki buradan çıxarda bilirəm də, niyə çıxartmayım. Hər qrupdan bir dənə həmin rəngdən çıxardıram. Bu bir dənə rəngdən çıxardanda da qalanlarını saxlamış olursan. Necə? Bu necə gəlib qonşu rənglərə çıxır? Bax, deyək ki, bu da. Sən bunu gördün də deyək. Bunları saymırsan da. Necə saymırsan? Sən bu indeksə gələndə, baxasan ki, əvvəlki ilə bərabərdir. Ona görə bunu keçəsən. Buna da baxasan ki, əvvəlki ilə bərabərdir. Ona görə bunu da yazmayassan, bunu da yazmayassan.
Sadəcə bunda gəlirsən, ölçünü bir dənə çoxaldırsan. Всё. Belə. Bu da nəyə gəlir? Əslində bu gəlir şeyə. Bizim başda ölçümüz n-dir. Bərabər olanda çıxırıq. Sonda da bizə deyir ki, bizə heç nə demir, sadəcə budur. Bir dəqiqə. Nə səhv elədim? Bizdən bu çıxmağın sayını istəyir. Yəni nə qədər qısalacaq? Onda əvvəlki ölçüsü ilə indiki ölçüsünün fərqini tapırıq. Aha. Demək istədim, başa düşdünüz? Yəni bu ard-arda gəlirsə bu qrup, birincisini sadəcə yazırıq, o biriləri yazmırıq. Hər qrup üçün bunu eləyirik. Yoxsa çətin gəldi bu? Tamam. Səhv səs bağladım. Keçək C sonuna. Bir dəqiqə. Deməli n dənə dost var. İnci dostuna P-yi dənə hədiyyə verib. Və deyir ki, i nömrəli dostuna hədiyyə verən dostun nömrəsi nədir? Bir dəqiqə, yox. Elə ki, i nömrəli dostu P-yi nömrəli dosta hədiyyə verib. Və deyir ki, i nömrəli dosta hədiyyə verən dostun nömrəsini istəyir. Bir dəqiqə, bu necə məsələdir? Deyir ki, birinci dost gedib ikinci dosta hədiyyə verib. İkinci dost üçüncü dosta hədiyyə verib. Üçüncü dost dördüncüyə hədiyyə verib. Birinci dost da dördüncüyə hədiyyə verib. İndi deyir ki, bu sıra nədir? Bu kimdən hədiyyə alıb onu göstərir. Misal üçün birinci dost dördüncüdən hədiyyə alıb. Bu sualın. İzah elə istəyirsən. Səsin bağlı qaldı. Sual var, şərtlə əlaqəli. Şərtlə əlaqəli. Sən ideyanı izah edirsən, ya həlli. Elə.
Aha. Gəlin onda mən bir dənə belə göstərim. Deyək ki, 4 dənə dost var. Aha. Bu dostlar bir-birlərinə hədiyyə aldılar. Məsələnin şərtinə görə birinci dost ikinciyə hədiyyə alıb. Yəni bu ikinciyə hədiyyə alıb. Bunu qırmızı ilə göstərməm. Qarışmasın. Bu buna hədiyyə alıb. Sonra bu buna hədiyyə alıb. Bu buna hədiyyə alıb. Bu da buna hədiyyə alıb. Bizə deyir ki, indi sən çapa ver ki, kim kimdən hədiyyə alıb. Misal üçün birinci dost dördüncüdən alıb. İkinci dost birincidən alıb. Üçüncü dost ikincidən alıb. Dördüncü dostu üçüncüdən alıb. Tutdu söhbəti. Bizdən bunu soruşur. Çətindir bu, yoxsa yox? Anlamına da çaşdırmalıyız. Bax. Budur. Bax, birinci dost ikinciyə gəlib hədiyyə alıb. Birinci dost ikinciyə gəlib hədiyyə alıb. İkinci dost üçüncüyə hədiyyə alıb. İkinci dost üçüncüyə hədiyyə alıb. Üçüncü dost dördüncüyə hədiyyə alıb. Axırıncı dost gedib birinciyə hədiyyə alıb. İndi bizdən soruşur ki, kim kimə hədiyyə alıb? Birinci dosta dördüncü hədiyyə alıb. Birinciyə kim alıb? Dördüncü alıb. İkinciyə birinci alıb. Üçüncüyə ikinci alıb. Dördüncüyə də ki, üçüncü alıb. Başa düşdün? Aha. Heçsə. Bunu eləmək üçün belə bir şey eləmək olar. Daha doğrusu həlli demək istəyən var. Firuz buradadır. Həlli deyə bilərsən. Tamam, sən yaz. Mən başqasından da soruşum. Sən yaz. Ruqiyyə buradadır. Ruqiyyə. Üzrsə səhv oxudum. Deyə bilərsən həlli. Bəli, müəllim. Aha. Deməli, birinci şey deməli, birinci bir dənə şey massivi ilə ans verəncə massivə düzəldirək. Sonra pi girişə veririk. Sonra bir dənə ans və massivi pi ilə necə izah edeyim? Bir for dövründə
İdeasını deyə bilmərsən. Yəni kod oxumalı deyilsən, sadəcə ideyasını de. İdealımın necə deyim? Hə, tamam. Əhməd onu da de keçək də. Demək istəyirsən? Bəli müəllim. Demək istəyirsən bu sualı? Ha, problem deyil. Ha. Kod açacağız. Ha, ideyasını. Hə, istəyirsən açım kodu. Anladım. De belə. Girişə bir dənə deyək ki, massiv yazıram. Aha. Birdən enə kimi kod açıram. Hər alanda massivə niyə birdən başladıq? Çünki adamlar birdən başlayırlar. Hə. Hər girişə verən elementi massivin ininci Inverse edirsən də. Girişə verən anıncı adamın indeksinin yerinə 10, kim ona hədiyyə elədirsə, onun şeyini qoyur. Hə, все. Hə, bildim. Yəni qısacası Əhməd nə edib? Əhməd gedib misal üçün bu girişdə verəndə ki bir dəqiqə. Girişdə verəndə ki birinci adam ikinciyə hədiyyə alıb. Əhməd gedib A1 bərabərdir 2 yazmaqdansa bir dəfəlik gedib A2 bərabərdir 1 yazıb və beləliklə deyib ki ikinci adam birinci hədiyyə alıb. Yox, tərsi. İkinci adama birinci hədiyyə alıb. Yəni nə deyirəm? Bizə bu formada deyir də. Bir dəqiqə. 2, 3, 4, 1. 1, 2, 3, 4. Bax, birinci adam gedib ikinciyə hədiyyə alıbsa, Əhməd A1 bərabərdir 2 yerinə yazır elə bir dəfəlik A2 bərabərdir 1. Yəni ikinciyə birinci hədiyyə alıb. İdeya başa düşdünüz? Baxın. Nə? Sən hansı sualdasın? Biz dizi sonuna baxırıq. Hər şey qalsın. O sual gələndə deyərsən baxaram həllivə. Heşəm. Sualın ideyasına əlaqəli sualımız var. Yəni daha doğrusu həll. Onda gəlin həllini yazım. Həlli yazında daha yaxşı başa düşərsiniz. Eni daxil elədim. Birincidən eninciyə qədər gedirəm. Deməli, ininci qaqaş bir də x götürək. İninci qaqaş ikinci qaqaşa hədiyyə alıb. Deməli, ikinci qaqaşa hədiyyə alan ininci adamdır. Massiv götürməliyik. Massiv də götürək. Burada götürəmirik. Burada götürəmirik, çünki hələ enin qiymətini daxil eləməmişik. Əgər burada götürsək, boş massiv götürəcəyik. Ona görə n-dən sonra daxil edirik a-nı. Aha, deyirəm ki, ikinci qaqaşa ininci qaqaş hədiyyə alıb. Recording gedir. Heç sən. İndi təzədən bütün hamısını çap edirəm. Məndən soruşur ki, kim hədiyyə alıb? Sadəcə deməli, ininci adama AI hədiyyə alıb. Onu belə veririk. Всё. Sual var. Məncə rahat başa düşüləsi bir şeydir. Ona görə keçirəm.
Əgər yenə sual varsa ver. Aha. Nə qədər test var? Hə, 100-də. Tamam, belə. Keçək D-yə. Firuz, sən yaz, baxacam mən narahat olma. Deməli, deyir ki, 5x5 ölçülü bir matris verilir və bu matrisi 24 dənə 0 və 1 dənə 1 var cəmi. Sətirdən yuxarı və aşağıya doğru 1-dən 5-ə qədər, sütunlar 1-dən 5-ə qədər nömrələyək. Bir gedişdə massiv və 2 əməliyyatdan birini tətbiq edə bilirik. Yan-yana olan 2 sətrin yerini dəyişirik. Bir dəqiqə. Hə, qısacası deyir ki, bu biri gətirib ortaya aparmalısınız. Sualla əlaqəli nəsə başa düşülməyən bir şey var. O 3 addımların saydı. Hə, 3 nədir? Bu 1 buradadır deyək. Götürə bilirəm mən. Hə, bu 1 gəldi bura, sonra gəldi bura. 3 dənə. 1, 2, 3. Aha. Ben ideyasını diyeyim. Hə, de. Müəllim, yəni qısaca desək, burada məqsəd matrisdəki bir rəqəmi düz mərkəzə gətirməliyik. Kod birinci birin yerini tapır. Sonra onun yeri ilə tam ortanın arasındakı məsafə hesablamalıdır. Yəni ki, sətirlərin fərqi ilə sütunların fərqini toplayır. Sonra da bu addımları toplayıb cavabı çıxardır da. Hə, elədir. Yəni qısasını indirik. Biz mərkəzə gətirməli olduğumuz üçün birinci bu 1 hardadırsa, bu yaxşı nümunə deyil. Hə, bu 1 hardadırsa, gəlin bu sətrin ortasına gətirməyə çalışaq. Onun olduğu sətrin ortasına. Misal üçün bura deyək, gətirdik. Ondan sonra aşağı gətiririk. O da nəyə gəlir? Sən mərkəz nöqtənin koordinatlarını götürsən, bunun mərkəz nöqtənin x koordinatını bunun x koordinatından çıxırsan, üstünə y koordinatını bunun y koordinatını çıxırsan, modul olaraq, sonra toplayırsan. Məncə bunu demişdinsə, hə? İki dənə nöqtənin arasında məsafəni necə tapırıq? Yox, deməmişəm. Demişdiniz mən. Hə, işə. Onda kodunu yazıram sadəcə, məncə sual olmaz. Varsa din yazı. Hə, 5-in 5 hətta. Fikir verin, burada da bizim mərkəz nöqtəmiz həmişə 3-3-dür. Ona görə sadəcə belə bir şey eləyə bilərik. Hə, biz massiv işlətməliyik. Ona görə int a 6 götürürəm. Çünki birdən indeks istəyirəm. 5. Massivi götürdüm. İndi deyirəm ki, AIJ 1-dirsə, Cout ABS I çıxış, üstəgəl ABS J çıxış. Belə.
Sual var. Xeyr. Keçək o birinə. Onda. Bir dənə həll atım keçək. Aha. Abi əlavə eləməmişəm. Yox eləmişəm. Mətin yeni biznes qurub. O gəliri sevən bir insandır. İstəyir ki, həmişə biznesi artışda olsun. Dəqiqə buralar boşdur. Qısa istəyir ki, bir dənə A massiv var. Hər elementi A-ya olaraq işarə edirik. İstəyir ki, bu massivdə ən uzun azalmayan ardıcıllığı tapaq. Bu qədər. Məsələn, burada 229 deyə bilərik. Azalmır da, ancaq ya bərabər olur, ya artır. Bura baxaq. Müəllim, biz axı belə məsələ işləmişik. Ola bilər. Massivlə işləyin deyə təzədən qoymuşdum. Daha doğrusu anar qoymuş deyəsən. Ola bilər, o bilmir. Heç sən. Burada da 1-3-4-dür də yəqin ki, tutmuşsun. 2-2 ancaq belə qalır. 1-3-4, bir də 1. Məncə şərti asan da, yoxsa sual var? Asandır mənim şərti. Aha. Onda elə bir dəfəli həll edeyim, çünki asandır. Nə edirik? Biz buradan başlayırıq deyək, 2-dən. İndiki maksimum uzunluğumuz 1-dir. Hətta bunu götürüm, burada eləyim. Aha. İndiki uzunluğumuz L götürək. L. Bir dənə MX götürək. Və cavab. MX 0-dır. L-dəki hələ ki 0-dır. Əvvəlki elementi, daha doğrusu birinci elementi həmişə götürmək məntiqlidir. Çünki ondan əvvəl etsin yoxdur ki, pozulsun ardıcılıq. Ona görə L-yə əlavə edirik, 1 eləyirik. Sonra gəlirik ikinciyə. İkinci uyğun gəlir. 2 eləyək. Gəldik bura. Burada baxıram ki, day alınmır. Onda MX-ə indiki cavabından maksimum eləyim. Yəni MX bərabər max MX L eləyim. MX 2 olur. Bunu verirəm L-yə. Yəni indiki uzunluğa. Uzunluq elə ki, belə bir şeydir də indi. Daha doğrusu indi baxdığımız massiv. Aha. İndi keçirəm 3-ə. 3 də alınır. Belə eləyirəm. Bunu 2 eləyirəm. Sonra gəlirəm 1-3-4-ə baxıram. Alınır. Bunu 3 eləyirəm. Sonra gəlib 1-ə baxıram. 1-dən alınmır. Ona görə gəlirəm bunu belə eləyirəm. Bunu da verirəm bura. Bu gəlib 1 olur. İndiki uzunluq. Söktardır. Axırda da bunun içində qalanla bunun MX-sinə baxıram. Görürəm hələ də bu 3-dür. Söktardır. Tutdu söhbəti, yoxsa artıq qaranlıq qalıb? Biz orada təhsil biri ona görə götürdük ki, birdən başlayıb birdən qutarır. Yəni Bu 1. təhsil onu niyə götürdük yəni? Elə bir şey, axırda bura baxdıq. Burada qutardı da. Bizim MX-imiz 3 oldu, cavabımız 3-dür. Bax. Biz buradan başladıq 2-dən. İndi bura baxırıq da indi olaraq.
indi baxdığımız ardıcıllıq. L-ni 1 elədik. Hələ MX 0-da heç eləməmiş. Sonra dedik bu olur. Bu ikisinə baxaq. Olur. L-ni 2 elədim. Sonra bu ardıcıllığım da qurtarır. Çünki bunu əlavə eləyə bilmirəm bura. Bununla təzə ardıcıllıq başladıram. Bunu başladanda bu L-ni verirəm bura. Təzədən bunu 1 eləyirəm. Sonra gərim bunu artırıram belə. Daha doğrusu bu nə idi? Belə. Baxıram ki alınır. Onda L-ni deyirəm 2 eləyək. Sonra bir dənə də artırıram. Alınır yenə. 3 eləyirəm. Artıq bu 1 ilə alınmır. Ona görə bu ardıcıllığın başını bıraxıram. Buradan təzə ardıcıllıq qururam. Və bu L-ni də ki max-da verirəm. Heç bu formada qurtarır. Yəni buradan sonra da heç nə yox deyə qurtardı da. Son olaraq da yoxlayıram ki bir də şey eləyirəm. MX bərabərdir. Max MX-li eləyirəm. Yenə 3 olur. Cavabımız 3 olur. İndi bir dənə kod üstündə gedək. Orada da bəlkə hansısa qaranlıq məqam olsa orada başa düşərsiniz. Götürdük. Massivi də götürək. İndi nə edirik? Başlayırıq. Bir dənə MX götürürəm. Birincini həmişə götürmək üçün şey eləyə bilərsiniz. Elə ikincidən başlayın. L-ni 1 eləyin. Onsuz həmişə birincini götürəsiniz də. Yəni ikincidən başlamağınız bir problem yaratmır. Deyirəm ki, əgər A-i çıx bir böyüdürsə A-i, çünki problem bu halda yaranacaq da. Misal üçün burada 4-1-də misal üçün əvvəlki indikindən böyüdü deyə problem yarar. Əgər belədirsə deyirəm ki, MX bərabər max MX-li A-idən başlayan təzə uzunluq yaradırıq. Ona görə 1 eləyirik. Əks halda indikini də əlavə eləyə bilərik də əvvəlki şeyin içinə. Ona görə L++. Axırda da MX bərabər max MX-li. Çünki axırıncı ardıcıllıq ola bilər ki, qurtarmadan massivimiz qurtarıb. Ona görə də L-nin içində nəsə qalıb ki, MX atmamışıq. Belə. Çətindir bu, yoxsa yox? Yoxlayaq bir dənə. 3 tamam. Görə burada nə verir? Sizin həllərinizə baxın görün, nəsə fərqli bir şey var. Aha. Yes oldu da yes. Ha. Aha. Bir dəqiqə. Aha. Aha. Keçdi. Neşəm, bir baxmayacağım, məncə fərqli yoxdur, tam eyni yazım. Nə istəyəm, F sonuna baxaq. Ha. Bir dəqiqə, bunu oxuyum.
Qısacası istəyir ki, verilən stringdə fərqli simvolların sayı təkdirsə nə edirik? Ignore him yazırıq. Əks halda chat with her yazırıq. Belə. Sizin biraz boş sualdır. Yenə də gəlin baxaq. Bunu setlə də eləmək olar. Prosta setlə olmadan həllini demək istəyən var. Seti keçəcəyik STL-də. Buralarda. Hələ ora var. Setsiz həll yazan yoxdur. Əzizə demək istəyirsən, sən setsiz yazmışsan. Səsim gəlir? Gəlir mən. Bəli. Əzizə səs... danışa bilərsən? Bəli. İzah eləyə bilərsən bu. Efsandır. İzah eləyə bilərsən? Yazdığınız həlli niyə izah eləyə bilmirsiniz? Yəni, hamınız yazmışsınız belə. Müəllim, mən də setsiz yazmışam, izah edeyim. İzah elə. Müəllim, deməli orada range uzunluq var. For the Başqa cür həll yazan var. Setsiz. Devam baxın. Bu da olar əslində, baxın. Is digit. Emil, is digit nə əlaqə? Mən səhv sual baxıram. Üzr sən. Bir dəqiqə. Sən də set yazmışsan. Tamam, onda gəlin Rüqəyyənin həllini izah edeyim. Sonra öz həllimi deyəcəm. Rüqəyyə deyir ki, mən əgər bilmək istəyirəmsə, bu massivdə mənim fərqli hərflərimin sayı təşkilə cütdür. Mən gərək bir-bir sayılarını tapım. Bir-bir sayılarını tapmaq üçün nə edir? Birinci buna baxır. Deyək ki, buna baxırıq. Bu hərfə. Deyir ki, əgər mən indi bu hərfə baxıramsa və bilmək istəyirəmsə, bundan əvvəl görmüşəm ya yox, gedirəm bu hissədə axtarıram ki, bu hərfdən var ya yox, bir-bir axtar. Tapanda
Deyir ki, bu hərfdən var, da saya əlavə eləmirəm bir də. Əgər misal üçün burada olsaydı, z olsaydı misal üçün. Burada yoxdur axı z. Ona görə sayı bir dənə artıracaqdı ki, təzə hərf tapmışam. Belə-belə sayı tapır, axırda da təşkil görə cavab verir. Belə. Mən deyirəm ki, gəl belə bir şey eləyək. Hər bir elementi massivdə yığaq. Necə yığaq? Misal üçün, indi B-yə baxırıq deyək. A, B plus eləyək. Keçən dərs Anar sizə şey demişdi. Misal üçün, bu formada yazanda əslində şeydir. A 43 olmalı deyəsən. Plus kimi bir şeydir. Bu ASCII sırasına görədir. Burada göstərim. Deməli. Yox, 43 deyil. O deyəsən o biridir. Məsələn 98 də burada. Bu olacaq. Kod bunu oxuyacaq. A98 plus kimi. Əgər massivin ölçüsünü balaca eləmək istəyirsə, məsələn 27 eləmək istəyirsə, belə bir şey eləyə bilərsiniz. B çıxılsın A. Bu nə edəcək? A-nı 0 götürəcək. B-ni 1 götürəcək. Belə. Z-dəki 26 olur da deyəsən. Nəsə belə bir şey. Yəni, daha az yaddaş istifadə eləmiş olacaq. Əgər belə yaddaş probleminiz olsa, belə bir şey eləyə bilərsiniz. Amma bu adi hallarda elə bunu yazsaz bəs eləyir. Massivin ölçüsünü çox verir. Massivin ölçüsünü nə qədər verməlisiniz deyə soruşsaz, 123 verməlisən ən azı. Gəlin elə eləyək birinci, sonra o biri yoluna eləyək. Deməli, stringi götürdüm. Bir dənə A massivi götürürəm. 123 ölçülü. Və içini 0-la doldurmalıyam. Onun üçün nə edə bilərik sizcə qısacası? Bunun için 0-dan dolu olması üçün nə edə bilərəm? Başqa nə edə bilərəm? A123 anlama gəlir. Yəni A massivimiz var, ölçüsü 123-dür. Yəni, çünki bizim Z hərfimiz 122-cidir. Z hərfini işlətmək üçün ən azı 123 ölçülü massivimiz olmalıdır. Bildiniz? Bəli. İndi bunu ən qısa yolla necə için 0-dan doldura bilərəm? Hamıya verirəm sual, kim istəyir deyə bilər. Forsuz, for olmadan. Fil funksiyası Yo, onlar olmadan. bərabərdir mötərizədə 0 yazan hamısını doldurur. O da olar, başqa bir yol da var. Keçən dərs hətta Anar danışdı vaxtda, dedi ki, bu formada eləsəz içi dolu olur. Bu formada eləsəz içi boş olur. 0-dan dolu olur daha doğrusu. Qlobaalda götürək. Aha. Bunu bir dənə burada yazsaq, içi onsuz 0-dan dolu olacaq. Amma bunun içində yazsaq, main funksiyasının içində, onda içi rastgele ədədlərlə dolacaq. Amma burada olanda 0-da içi, rahat ola bilərik. İndi gedirik, deməli, S-in uzunluğu belədir, məncə bunu birinci dərslərdə göstərmişdim. S-in uzunluğuna qədər gedirik və deyirəm ki, ASI plus. Yəni bu ola bilər S-i bərabərdir A, B, nə ola bilərsə olur da. İndi deyəsiz bununla nə edəcəyik? Belə bir şey eləyə bilərik. Çar götürəcəm. Deyəcəm A-dan başla. C misal üçün. Z-ə qədər get. Və şeylə. Bu arada C++ eləyə bilirsiniz.
Çünki bu 97-dən misal. Bu da 122. 97, 98, 99 fason kimi gedir. A, B, C, D kimi gedir. C++ eləyəndə. Bir dənə cavab götürürəm. Daha doğrusu say götürək. Say. Deyirəm ki, əgər bu C hərfindən varsa, onda say plus plus. Axırda deyirəm ki, əgər say təkdirsə, nə etməliydik? Bundan. Əks halda bundan. Sual var. Bəs burada biz hardan biləcəyik ki, təkrarlanmır həmin simvol? Bax, mən S-lə getmirəm. Mən sayına görə gedirəm, hər hərfin sayına görə. Və deyirəm ki, əgər o hərfdən ən azı bir dənə də varsa, sadəcə say plus plus eləyirəm. Mən A, B, C, D olaraq baxıram, stringin özünə baxmıram. Mən A-ya dedim ki, hər hərfdən neçə dənə var, onu yazım içinə. Və əgər hərfdən ən azı bir dənə varsa, onda sayı artıra bilərəm. Aydındır. Aha, belə. Görə düz elədik. Ha. Sual olan var, həllə əlaqəli. Bu tərsini eləyəndə görsün nə olur. Həmişə birinci gəldi. Ha. İndi gəlin o birini deyən başlasam. Demək, başqa bir ideya da odur ki, deyəsən Ruqiyyə dedi. Deməli, nə edirik? İninci hərfin əvvəl gəlib gəlmədiyini görmək üçün biz əvvəlki hərflərini müqayisə edirik sadəcə. Nə edirik? J-ni də sıfırdan başladırıq. Və deyirəm ki, i-yə qədər gəlim, i daxil olmamaqla. Deyim ki, əgər əvvəl gələn S-yə S-yə bərabərdirsə, deməli bundan əvvəl görmüşəm. Onda nə bilim, F bərabər 0 deyək. Burada da 1 deyək. Və axırda da deyək ki, əgər hələ də F 1-dirsə, onda sayı artıra bilərəm. Çünki təzə hərfdir. Bu formada da eləyə bilərsiniz. O bir hissəni götürüm. Bir də yazmayın. Belə, sual var bundan. Nə baş verdi? Nəsə belə. Bunda baxaq. Aha, belə. Keçək bura. Ha. Bu sualda qısacası deyir ki, bu toplama hədləri var ya, bunları artın ardıcılıqla sıralayın. Kim demək istəyir? Baxın da bir. Vəfa buradadır. Hə, bu bayaqçıdır. Bu olar. Prosta mən qlobal söhbətini soruşurdum. Vəfa buradadır.
Yox. Bunun nə olduğunu bilən var. Mən şəxsən bilmirəm. Kim istəyirsə deyə bilər həlli. Müəllibəyə baxıram sadəcə kodlara. Heç kim demək istəmir. Müəllim o şey deyir, belə nə qədər ki sətrin sonuna çatmayıbsa, yəni orada sıfıra bərabər deyilsə də, yəni forda vardı falan işlədilir o. Bu sualdır. Bilmirəm nədir. Cidden bilmirəm. Ona görə soruşdum. C sualına baxırıq. İstəyirsən de. Müəllim, burada dəyişən. Bir dənə integer götürdüm, bir dənə char götürdüm. İkisini yəni input aldım. Sonra input aldıqca integerə bir dənə vektoru pushback elədim. Pushback eləyəndən sonra sort elədim. Bir də axırda da çıxışa verdim. Tamam. Sual olan var. Həllə əlaqəli. Vektorunu yazmayacağım, masivini yazacağım. Deməli, bizim sətrimizin ölçüsü maksimum neçədir? Vermir ha. Hayır, yazıb. Yazıb. Deməli, maksimum 100 dənə şey ola bilər deyə elə masivdə 101 götürək. Göstərəcəm nə edirəm masivlə. Bir dənə i götürürəm. Daha doğrusu indi sıfırdadır, çünki heç bir element yoxdur. Bu n də götürə bilərəm də elə. N nədir? İndiki içində olan elementlərin sayı. İçinə hansı elementləri atacağım? Bu 1, 2, 3 atacağım. Mən sizə sort keçmişəm. Sort keçməmişəm deyə sonunda belə eləyəməyəcək. Sadəcə sayını eləməliyik, sort keçməmişəm. Deməli, x bərabər 0, y bərabər 0, z bərabər 0. X 1'lərin sayını göstərir, y 2, z 3'lərin sayını göstərir. String s sin s deməli stringi gəzirik. Deyirəm ki, əgər si 1-dirsə, x++, əks halda 2-dirsə, y++, əks halda z++. Birci dəqiqə. Gəldim. Deməli, nə edirik? Qutardıq. Birinci birlərdən başlayaraq çap eləməliyik. Prosta bizdə belə bir problem var ki, biz axırıncıdan sonra plus işarəsi verməməliyik. Buna görə nə edə bilərik? Birinci plusu verərik, sonra bunu verərik. Ancaq birincidən başqa. Bunu belə,
bunu belə, belə və s. də bu formada. Sadəcə birincini verməyəcək. Ona görə bir dənə nə bilim F götürək. 1 olsun. Biz nəsə hər hansı bir ədəd çapa versək, F-i 0 eləyərik ki, birinci ədədi vermişik də. Deməli, başlayıram while x minus minus. Bunun nə olduğunu bilirsiniz, yəni x dəfə gedir dövr. Deyirəm ki, əgər f-dirsə, cout x əks halda cout belə deyək də, f deyilsə cout plus cout x 1 daha doğrusu və f bərabərdir 0. Bunu 3 üçün də eləyirik. Belə. Deməli, birləri verir, sonra ikiləri, sonra da üçləri. Sual var. Xeyr. Bir dəqiqə, səhv işlədi. Niyə səhv işlədi? Bana görə. Plus işarələrini z-də əlavə eləyir, ona görə səhv işlədi. İndi baxaq. Vəsə. Belə. Sual varsa deyərsiniz, mən həlli atıram. Neçə sualımız qalıb? Çoxlu sualımız qalıb, biraz tələsək. Tamam. Belə. Sual var. Xeyr. Keçəyəm də. Deməli, Bob IQ testinə hazırlaşır. Bu testdə ən çox rast gələn tapşırıq verilmiş n ədədlər arasından digərlərinin hansının digərlərindən fərqli olduğunu tapmaq. Bu şey sualda. Deməli, deyir ki, n ədədimiz var. Bu n ədədinin içində ya ancaq bir dənəsi təkdir, ya da ancaq bir dənəsi cütdür və həmin o fərqli olanın indeksini tapmalısın. Misal üçün, burada hamısı cütdür, bir dənə üçüncü təkdir. Ona görə üçüncünün indeksini verir. Və burada hamısı təkdir. Necə? Birdən başlayır indeksləməyə. 1, 2, 3, 4, 5. Burada hamısı təkdir, bir dənə ikinci cütdür, ikinci indeksini verib. 2 verib deyəm. Sual başa düşdünüz? Bəli. Nəysə, mən həll edeyim, o kimi çağırsam həll edəmin nəysə. Yəni, bəzilərindən danışıram, namını deməm. Deməli, massivi daxil edirik. Massiv nə eləyəcəm? Çünki dərsimiz massivdir. Nə edirik? Deməli, biz gəlin belə bir şey eləyək. Tək və cütlərin sayını da tapaq. AT plus plus, yox, AT nə idi? Əgər AI təkdirsə, T plus plus, əks halda C plus plus. Deyirəm ki, əgər T 1-dirsə, onda C tək rəqəm tapmalıyıq. Əgər AI faiz 2 bərabərdir 1, Cout I return. Əks halda cüt bir ədəd tapmalıyıq. Bunda belə elədik. Çətindir bu, yoxsa yox?
return yoxdur doğrusu. Return 0 eləyirik. Kodu dayandırırıq elə ki. Və break də eləyə bilərik. Bu çətindir. Xeyr, mən Xeyr. Tam başa düşdünüz? Bəli. bəli. Tamam. Onda atım görək düz işləyir. Nə qədər o birinə baxaq. Bu sualda deyir ki, ard-arda gələn boşluqların maksimum sayını tap. Elə bayaqki həllimizi ata bilərik əslində. Tam bu keçdi. Deməli, ard-arda gələn maksimum boşluq sayını tapmamızı istəyir sualda. Bunu silim. Ədədləri götürək. Tamam. İndi birincidən başlamırıq. Yenə əvvəl kimi, yox bir dəqiqə, birincidən başlamalıyıq. Çünki birincini bilmirik təşkil cütdür. Təşkil cütdür nə idi? 0-dır ya 1-dir. Deməli, yenə də L bərabər 0, MX bərabər 0 edirik. 1-dən N-ə qədər gedirik. Deyirəm ki, əgər S yox, AI 0-dırsa, onda L++ bu qədər. Əks halda MX bərabər max MX L bərabərdir 0. 0 çünki indiki elə ki, bura şey olacaq da, AI bərabər 1 olacaq. Biz 1 olanda götürənmirik də. Tutdunuz. Bəli. Aha. Bir də sonda ola bilər ki, bir dənə parçanı götürməmiş olaq. Ona görə sonda bir dənə də bunu yazmalıyıq. Axırıncı parçanı da elə ki, bu halda. Məsələn, hamısı 0-0 gələcək. L++ olacaq həmişə. Buna gəlməyəcək. MX heç vaxt elə ki, güncəllənməyəcək. Ona görə axırda bir dənə güncəlləyirik MX-i, vəsə. Belə. Burada test case də var. Test case məncə bilirsiniz də. Sadəcə budur. Sinte while t-minus. Yəni bunu t dəfə təkrarlayırıq da. Saldım dövrün içinə. Bu qədər. Belə. Yoxlayaq görək. İki, 1, 1, 0, 3, tamam. Baxaq şeyə. Keçdi. Sual var. İynə əlaqəli. Xeyr, mənim. Aha. Baxaq şeyə. J sualında deyir ki, massivdə ədədlərimiz var və deyir ki, massivdən bir dənə elementi seçə bilərsiniz və onu bir dənə artıra bilərsiniz. Maksimum hasiliniz neçə olur? Bu qəşəng məsələdir. İstəyirəm ki, sizdən soruşum. Əhməd, demək istəyirsən? Bəli, müəllim, deyə bilərəm. Logikasını, ideyasını yoxsa kodun özün? İdeyasını da bəs edir. İdeyası odur ki, ən minimal Hasil, hasiləsi daha çox. Bunun nətə çatmışam, elə belə zəngə qatmaq olar. Aha. Və son. Bir
bircə dəqiqə. Aha, düzdür. Bir dənə şey problem var ki, sıfırların sayı birdən çox olsa nə olacaq? Səsim gəlir. Sıfırların, bəli. Hə. Hadi. Müəllim. Cavab sıfır olacaq yoxsa? Sıfır olur da olsun. Yəni birini ancaq artıra bilirsən. 1 eləyirsən. O biri yəni sıfır olur, cavabı sıfır edir. Aha. Sıfırların sayından asılıdır. Yəni bir dənə sıfır olsa, digər rəqəmlərin hasilinə bölünür. Birdən çox sıfır olsa, cavabı sıfır. Ha. Əslində mən o yazanda, sual yazanda o səhv eləmişdim. O görə istədim də soruşum. Amma yəni əslində yaxşı yolla yazanda heç sıfıra belə ilişmirsiniz. Deməli, izah edin problem nə idi? Mən götürmüşdüm belə. Deyək ki 1, 1, 2, 2, 3 falan da. Mən ancaq götürürdüm minimum ədədi, onu bir dənə artırırdım. Yəni ki bir dənə hasil tapırdım. Bir də minimum ədəd tapırdım. Sonra şey eləyirdim. Hasil bölünsün minimum ədəd, vurulsun minimum ədəd plus 1 eləyirdim. Belə bir şey eləyirdim də cavabı. Burada səhv olurdu. Çünki əgər sıfırlar varsa, hasil bir dəfəlik sıfır olur. O görə problem yarar. Ala bilmirik də cavabı. O, əgər elə bir hal varsa, əlin eləməliyik. Baxım görüm siz necə eləmişsiniz. Maraqlı. Bu kadr. Aha. Hə, ən asan yolu elə belədir. Burası biz sort keçməmişik, ona görə sortunu eləməyəcəyik. MX də lazımdır. Bir deyinə. Hə, sən MX-i də yoxlamısan. Emil buradadır. Hə, yox, MX lazım deyil. MX optimal deyil həmişə. Hə, mən belə bir həll yazmışdım. Buna görə problem yaranmışdı. Belə. Eləcə bir də həlli yazmayacağım. Elə bunun üstündən baxaq. Ya da vektor falan var ya. Qoy yazım. Özüm. Vektor keçməmiş hələ ki. Deməli, n ədəd götürürəm. Bir dənə hasil götürəcəm. Int hasil bərabərdir 1. Bir dənə say götürəcəm. Sıfırların sayını saxlayacağım. Başqa bir şey lazımdır ki, mn lazımdır da. Hə. Mn də bərabərdir. Başlanğıca çox böyük bir ədəd götürməliyik. 9-a qədərsə elə 10 götürə bilərik. Başlayırıq ədədlərə bir baxmağa. Deyirəm ki, əgər ai sıfırdırsa, onda sayını artırıram. Bir də burada bunu yazmalıyım. Amma hasilə vurmuram. Çünki hasilə vursam bir dəfəlik hasili 0 eləyəcək. Ai bərabər 0. Ona görə problem yaşayacaq. Ona görə sadəcə onun sayına baxsaq bəs edir. Əgər bizdə bir dənə 0 olsa, onu 1 eləyə bilərik. Onu 1 eləyəndə də cavabımız elə hasil olacaq. Əgər birdən çox 0 varsa, onda cavabımız elə 0 olacaq. Əgər 0 dənə 0 varsa, sadəcə şeydir. Hasil bölünsün mn, vurulsun
mn plus 1. Əgər say sıfırdırsa, siyahut hasil bölünsün mn vur mn plus 1. Əks halda say 1'dirsə, onda siyahut hasil, çünki o 0'ı 1 eləyirik. Əks halda da elə 0'dır, dəyişənmirik vəziyyəti. Çətindir bu, yoxsa yox? Test case var. Belə. Bir dənə bunu yoxlayaq. Hə. On altı, 2, 432, bir dənə böyük rəqəm belə. Düz. Keçirəm o birindən, sualınız varsa verərsiniz. Kodların hamısı qəlizdir. Harası qəlizdir, oran tam deyil zalimdə. Sən də belə yazmışsan, olsun. Neyse, bu da getdi. Tam axırıncı suala baxıram. Fərəz buradadır. Demək istəyirsən axırıncı sualı. Bir dənə qoy, baxım. Aslında çox asan məsələdir. Bunu niyə axıra qoymuşuq? Sadəcə birin olub olmadığını tapmaq deyil. Sualda deyir ki, əgər deməli bir dənə yarış düzəldirlər. Yarışda elə ki, bir dənə sual haqqında fikirlərdir. Əgər bir nəfər belə çətin olduğunu desə, çətin olmaq 1'dir. Onda sual dəyişilir və buna görə cavabı hard yazırıq. Əks halda heç bir yoxdursa, cavabı easy yazırıq. Məncə asandır, hə? Yoxsa yox? Asandır. Asandır, müəllim. Onda elə özüm deyirəm, getsin. Deməli, int n, sin n. Hətta bunu massivsiz yaza bilərsiniz. Bir dənə f götürün. Bool və ya int necə istəyirsiniz. Bütün ədədləri gəzin. Əgər x 1'dirsə, 0'dan başlayaq. Əgər x 1'dirsə, f bərabərdir 1 edirsiniz. Əgər f, bunu belə yazanda, əgər f, bu o demək ki, əgər f 0 deyilsə, bu ifadəyə eyni şeydir. Yəni mən belə yazanda ağız qarışmasın. Əgər f-dirsə, onda hard, əks halda easy. Məncə asandır. Yoxsa yox? Ataq Asandır. Məsələlərimiz qutardı deyəsən. İndi hər hansısa bir məsələdən sualınız var. Yəni təzədən baxa bilərək, problem deyil.
belə. Şu. Aha. Müəllim təzə kontekst qoyacaqsınız. Bir daha saata baxın. Bu dərsdə idi, düzdür. Bu dərs keçərik tez. Əslən bu dərsə keçilməli bir şey yox deyə. Siz bu dərsi oturub belə oxuya bilərsiniz də. Bu yəni mövzudur, necə yazmaq olar. Elə o formada bir şeydir. Bu dərsi oxuyacağınıza söz verirsinizsə, mən təzə tapşırıq qoyarım və təzə gələn dərs 30 suallara baxarıq. Oxuyarıq müəllim. Təbii ki, yəni burada nəsə sualınız olsa yazarsınız da. Sadəcə məncə burada yəni izah eləməli bir şey yoxdur. Hər şey yəni koddur da. Məsəl üçün buradakı elementi silmək üçün belə bir şey eləyə bilərsiniz. Sualın həlləri var, bir iki dənə sual həlli var. Massivlərin birləşdirilməsi belə. Demişdiniz, ulduzları birləşdirəcəyik. Bununla bunu demişdim. Birləşdirdik o anar keçdi. Qarışdır. Ha. Dərs qutarıb bu arada recordingi dayandırım.